Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Salam, Kimya 8-ci sinif iş dəftərindən ikinci hissədən 6.5 duzların alınması suallarına baxaq. Reaksiyada alınan duzların formulunu və adını yazın. Gəlin, hər birini yazaq. Mən bura 1, 2, 3, 4, 5, 6, 7 bu şəkildə yazın və burada da yazın. Deməli, 7-dən reaksiyamız olacaq. Natrium OH, üstə gəl HNO3. Bu mübadilə reaksiyasıdır. Qısa şəkildə sxem kimi göstərisi olsam sizə, məsələn, AB üstə gəl CD. Baxın, birincinin birincisi ikincinin ikincisi ilə birləşir. AD mübadilədir, dəyişmədir. Bu birincidə o birisinin ikincisi ilə birləşəcək. Üstə gəl CD. Yəni, baxın, burada birinci olanlar elə hər zaman birinci olaraq da qalır. B'dir. İkinci olanlar da ikinci olaraq. Amma burada birinci natriumdur, ikinci NO3-dür, turşu qalğıdır. Natrium NO3. Üstə gəl, bax, bu H-da OH-la birləşib, HOH deyə maddə formulu yazmırıq da biz, H2O-dur. Alınan normal duzun formulu deyir. Duzumuz burada natrium NO3-dür, o birisi də sudur. Su duz deyil, oksiddir. Adı olacaq natrium nitrat. Deməli, ikinciyə baxaq. Kalsium OH2, üstə gəl H3PO4. Bu da reaksiya istəmir. Amma mən yazıram. Aydın olsun deyə, yəni bunları necə alırıq? Yenə üstə gəl H2O alınır. Burada su duzda kalsium 3PO4 2. Yəni kalsium ortofosfatdır. Üçüncü, alüminium OH3, üstə gəl H-xlor, alınır alüminium xlor 3, üstə gəl H2O. Və şu duz alüminium xlor 3-dür, adda olacaq alüminium xlorid. Oksijensiz turşularda id sonuçunda. 4-də kalium hidroksid, üstə gəl ortofosfat turşusu. Alınır burada kalium 3PO4, üstə gəl H2O. Duz olur kalium 3PO4. 5-də dəmir 2 hidroksid, üstə gəl nitrat turşusu. Alınır dəmir NO3 2, üstə gəl H2O. Duzun formulunu yazaq, adları sonra yazarıq. 6-da sink hidroksid, üstə gəl xlorid turşusu. Alınır sink xlor 2, üstə gəl H2O. 7-cisində xrom 3 hidroksid, üstə gəl sulfat turşusu. Burada alınır xrom 2 SO4 3, üstə gəl H2O. Xrom 2 SO4 3. İndi adlandıraq. Kalium ortofosfat. Dəmir 2 nitrat. Burada 2-ni qeyd eləməliyik. Dəyişkən validədir, çünki dəmir 2 də ola bilər, 3 də ola bilər. Sink, xlorid, xrom, 3, sulfat. Bu formada olacaqlar. İndi gəlin baxaq 2-yə. Aşağıdakı hallarda reaksiyaların baş verməsini necə müşahidə etmək olar? Kalium hidroksid məhlulu üzərinə tədricən xlor tuzcusu əlavə etdikdə kalium hidroksid məhlulu üzərinə tədricən xlor tuzcusu əlavə etdikdə burada belə deyə bilərik. Su buxarı alınır. Hər halda belə bir şey yaza bilərik. Barium hidroksid üzərinə sulfat turşusu əlavə etdikdə. Məsələn, burada ikincidə 1,
2, 3. Birinci fikrimi dəqiqləşdirim. Yəni ki, 2 yazım. Birincisini də deyəcəm. Deməli, 2-də nə baş verir? Barium OH2 üzərinə gəl, sulfat turşusu alınır barium SO4 və gəl H2O. Burada yaza bilərsiniz. Ağ rəngli barium SO4 söküntüsü alınır. 3-ə baxaq. Mis-2 hidroksid üzərinə H klor gəldikdə. Mis-2 hidroksidlərinə xlor turşusu əlavə etdi. Burada deməli mis-2 hidroksid mavi rənglidir. Üzərinə xlor turşusu əlavə etdikdə mavi çöküntü yoxa çıxır yaza bilərsiniz. Məhlulun, yəni mavi rəng olmur da artıq. Məhlulun rəngi dəyişir, belə yaza bilərsiniz. Birincidə isə belə yaza bilərsiniz. İstilik ayrılır. Reaksiya eksotermikdə. Bu formada yaza bilərsiniz. Vücuddan fərqli bir şey. Gəlmir ağlıma. 3. Aşağıdakı maddələr arasında normal duzun alınması baş verən reaksiyaların tənliklərini yaz, əmsallaşdır. Kalsium hidroksid, üstə gəl nitrat turşusu. Yadda saxlayın. Normal duz alınması üçün OH-ın sayı H-ın sayına bərabərdir. Burada H bir dənədir, OH isə 2 dənədir. Ona görə əmsalı 2 yazdıq nitrat turşusunun qabağına. Alınacaq kalsium nitrat, üstə gəl H2O. Kalium hidroksid, üstə gəl orta fosfat turşusu. Orta fosfat turşusunda 3 dənə H görürük. Burada 1 dənə H var. 3 olmalıdır ki, normal duz alınsın. Alınacaq kalium 3, PO4. Üstə gəl H2O. Əmsallaşdır da deyir burada. Deməli, burada 2 yazmalıyıq. Bura isə 3 yazmalıyıq ki, əmsallar düzgün olsun. Dəmir 3 hidroksid. Mən burada 3 görürəm. Yəqin ki, 3-dür də. Üstə gəl sulfat turşusu. Bura 2 yazarıq, bura 3 yazarıq ki, bərabər olsun da. Dəmir 2, NO3, NO3 yazıram. SO4 3, SO4. Üstə gəl H2O. Bura 6 düşər. Düşən SO4. Düzgündür. Kalsium hidroksid. Üstə gəl orta fosfat turşusu. Bura 3 yazarıq, bura 2 yazarıq. Bərabər olsun deyə. Kalsium 3PO4 2 olar. Normal duz. Üstə gəl 3H2O. Hidrogen, yəni sol tərəfdə 12 dənədir. 2 3 6, 2 3 6, 12 dənədir. Burada da 12 dənə olsun. 12 dənə olsun, 6 yazmalıyıq. Oksijende 6 dənə olsun. Bu tərəfdə də 8 üstə gəl 6-da 14 olmalıdır bu işdə. 4-cü suala baxaq. Normal duz alınan reaksiya tənklərini tamamla. Sink xlor 2. Mən hamısını yazıram. Sizə plus qoyaram qarşısına ki, harada normal duz alınır. Əslində, burada bir fərqli olan var. Elə normallar yaza bilər. Sink xlor 2 üstə gəl H2O. Alüminium NO3. Hamısı yazıblar, burada yox. NO3 3 üstə gəl H2O. Lütfüm SO4 üstə gəl H2O. Magnezyum nitrat üstə gəl H2O. Burada baxın, normal duz alınmır. Əgər əmsalda 2 olsaydı, belə olan halda bura minus qoyaq. Kalium SO4. Burada normal duz alınmır, turş duz da alınan. NCO5 kalium OH.
Kalium NO3 üstəgəl H2O alınır. Buradan da natrium silisium O2 burada yazıb NO3. Natrium H əslində e, sizdə kitablar qeyd olunmayıb. SO3-dür, SO2-dir, CO2-dir. Bunların əvvəlki kitablarda reaksiyalar var idi ki, moldan asılı olaraq turş duzu və normal duz əmələ gələ bilər. Bunu hələ ki saxlayaq. Belə bir məlumat yoxdur. Çünki NCO üstə reaksiya edəndə kalium NO2 üstəgəl H2O əmələ gəlir. Buradan alınır kalium sinkat duzu üstəgəl H2O. Kalium 2 ZnO2. Buradan da alınır natrium aluminat duzu üstəgəl H2O. Burada da fikrimizi dəqiqləşdirsək, məlum deyil, yəni bunun turşsuz əmələ gətirməsi. Normal duz əmələ gələcəklə burada natrium 2 silisium O3 üstəgəl H2O. Yəni burada aid olmayan bir dənə 5 oldu da. Diqqətlə baxsam, hə, belə. 5-ci suala baxaq. Sönməmiş əhəng kalsium oksidi, yəni suya əlavə edilir və alınan qarışıq ağacların gövdələrinin aşağı hissəsinə vurulur. Sönməmiş əhəng suya əlavə etdə baş verən reaksiyanı yaz. Kalsium oksid üstəgəl H2O alınır kalsium hidroksidi. Bu zaman qarşıdakı maddə tədricən havadakı karbon qazla reaksiya olaraq nazik ağ təbəqə əmələ gətirir. Bu təbəqə ağacı səmərcilərini qoyulur. Ağ nazik təbəqə əmələ gəlməsi zamanı nəticələnən reaksiyanı yaz. Bu kalsium OH2 havadakı karbon qazı ilə reaksiyaya girir. Kalsium karbonat əmələ gəlir, üstəgəl H2O. 6-ya baxaq. Qrafikdə qüvvətli turşu məhluluna tədricən qələvi məhlul əlavə etdikdə məhlulda baş verən pH dəyişikliyi göstərilmişdir. Qrafikin hansı hissəsində məhlul əsası, hansı hissəsində turş xassəlidir? Deməli, bu pH-dır. Belə deyək də, pH 7-dən kiçik olanda turş mühit olur. pH 7-dən böyük olursa əsası mühit. Baxırıq, bax, bura 7 nöqtəsidir pH yazdığı yer, 7 nöqtəsidir. Baxaq, 7-dən yuxarı hansı hissədir əsasın əlavə həcmi? Burada neytraldır bu nöqtədə, belə deyək. Bu necə ifadə edək? Qrafikin asılı məhlul əsasıdır. Belə yaza bilərik, pH-ın 7-dən böyük olduğu hissə əsasidir. pH-ın 7-dən kiçik olduğu hissə isə turş xassəlidir. Və yaxud da belə də yaza bilərsiniz. Əsasi, bu hissə isə qırmızı xət yox ha. Bu hissə turş. Bu xəttin əyrin üzərində də yaza bilərsiniz. Əsasi mühit, turş mühit. Başa düşməkdən, vurğulamaqdan ötürü. Və yaxud da belə də deyə bilərsiniz. Deməli, əsasın əlavə olunan həcmi 10 millilitrdən çox olduqda əsas mühitdir. 0-10 arası olan hissə isə 10 burada daxil deyil. 10 olanda görürsünüz pH 7-yə bərabərdir, yəni neytral mühitdir. 0-10 arası olan hissə isə turş xassəlidir. Baxaq digər suallara. Qrafikin əsasdan neçə mililitrə olunduqda tam neytrallaşma baş vermişdir. Gördüyümüz kimi 7 olan hissə 10 mililitr. Tam neytrallaşma. Neytrallaşma nədir? pH 7-yə bərabər olsun. Neytrallaşma nöqtəsinə qədər olan hissədə pH necə dəyişir? Bu dəyişiklik hansı kimyəvi proseslə əlaqəlidir? Fikrini əsaslandır. Burada yaza bilərsiniz. Neytrallaşma nöqtəsinə qədər olan hissədə pH artır. Görürsünüz, pH 2-dən aşağıdır. Artır 7-yə doğru.
İkinci cümləniz belə olacaq. Neytrallaşma nöqtəsinə qədər olan hissədə pH artır. Bu dəyişiklik hansı kimyəvi proseslə əlaqədardır? Deməli, belə yaza bilərsiniz. Əvvəlcə məhlulda turşu olur. Turşuya əlavə etdikdə normal duz əmələ gəlir. Qələvinin miqdarı artıq olduqda isə mühit əsasi mühit olur. Məsələn, belə deyim də, burada nümunə ilə də sizə deyə bilərəm. Turş mühit olması üçün H-xlor var əvvəlcə. Natrium OH əlavə edirəm bura. Nə əmələ gəlir? Natrium xlor, üstə gəlir H2O. Təsəvvür edin, orada müəyyən miqdar H-xlor vardı. Mən bu natrium OH-ın miqdarını artırıram 10 milli, 15 milli. Artırdıqca artıq orada natrium OH, natrium xlorla falan reaksiya getmir. Natrium OH qalır məhlulda. Yəni mühitə əmələ gətirən. Bu da əsası mühitdir də təbii ki. Tam neytrallaşma nöqtəsində H və OH ionlarının sayı arasında hansı münasibət doğrudur? OH mənfi ilə H müsbətin sayı bərabər olur. Neytrallaşma nöqtəsində çünki pH bərabərdir 7. Sayıları da bir-birinə bərabər olduğu üçün mühit neytral olur. Yəni OH çox olsa əsas mühitdir, H çox olsa turş mühitdir. Burada da heç bir çox deyil. Bərabər olanda neytrallaşma verir bizə. Neytrallaşma nöqtəsindən sonra pH-ın sürətlə artmasının səbəbi nədir? Neytrallaşma nöqtəsindən sonra mühitdə turşu olmur, sadəcə qələvi olur. Ona görə də pH sürətlə artır. Əgər qüvvətli turşu əvəzinə zəif bir turşu istifadə olunsaydı, əsasdan yenə eyni qədər istifadə edilərdi. Cavabını izah et. Cavabımızı izah edək. Məsələn, bir var deyək, H2SO4 istifadə edilir. Qüvvətli turşudur. Bir də var H2S. Bu zəif turşudur. Burada belə yaza bilərsiniz. Tam neytrallaşma üçün OH bərabər olmalıdır H-ın sayına. Bəli, eyni qədər əsas istifadə edilər. H2SO4. Çünki H-ın sayı OH-ın sayına bərabər olmalıdır. Burada yəni turşunun zəif və ya qüvvətli olması vacib deyil, H sayına baxırıq biz. Məsələn, natrium OH əlavə edirəmsə, bundan 2 mol götürməliyəm. Alınır natrium 2SO4 üstəgəl H2O. H2S götürürəmsə zəif, yenə 2 mol natrium OH götürməliyəm ki, burada təbii ki, sürətlə, zamanla əlaqəli bir şey var, fərqli olur, proses fərqli gedir. Amma H-ın sayı OH sayına bərabər olmalıdır. Yəni, biz o bərabərliyə əsasən deyirik ki, eyni qədər götürərik. 9 C bəndi, daha doğrusu eyni qüvvətli turşu üçün daha zəif bir əsas istifadə olunsaydı, neytrallaşma nöqtəsindən sonra pH-ın dəyişməsi necə baş verərdi? Cavabını izah et. Eyni qüvvətli turşu üçün daha zəif bir əsas. pH-ın dəyişməsi, burada bir məsələ var. Məsələn, siz götürmüsünüz ki, H2SO4, üstə də kalsium OH2. Bu bizə verir kalsium SO4, üstə gəl H2O. Neytrallaşma getdi. Amma H2SO4, üstə gəl dəmir OH2 götürsəz, zəifdir də bu. O zaman heç o pH qələvi mühit verməyəcək bizə. Nəyə görə? Çünki bu dəmir OH2 çöküntüdür və bu ionlarına ayrılmır. OH sayına baxa bilək. Deməli, dəmir SO4 üstə gəl H2O əmələ gələr. Bunu qeyd edə bilərsiniz ki, zəif bir əsas istifadə olunsa, dəyişmə daha aşağı olur, pH daha aşağı olur, belə deyə bilərsiniz. Yəni, burada fikir verirsiniz, belə kəskin artım var da, o kəskin artım olmayacaq. Daha belə yavaş artacaq deyə bilərsiniz. Kəskin artım olmayacaq, belə yaza bilərsiniz. Bu bir sual bitdi. 7-ci suala baxaq.
Şəkildə bir reaksiyanın gedişi təsvir olunmuşdur. Sınaq şüşəsində hansı reaksiya baş verir? Deməli, sınaq şüşəmizdə nə var? Hidrogen qazı, H2, yəni klorid turşusu, sink. Sınaq şüşəsi budur. Sinklə H xlor arasında reaksiya baş verir. Alınır sink xlor 2, üstəgəl H2. Sonra bunu keçirtdik. Burada isə sabunlu su deyir, sabun köpüğü və burada yanma baş verir. Burada uşaqlar nə əməl gəlir? Əvvəldən olsa hidrogen var idi. Bax, bu hidrogendir. Sabunlu suyu sıxışdırıb çıxarır və burada yandıranda kibritdir, şam nədirsə alışma baş verir. Alınan qaz necə təyin olunur? Bu zaman hansı reaksiya baş verir? Alınan qaz yanma reaksiyasına təyin olunur və bu reaksiya baş verir. Burada da guruldayıcı qazdır, gurultu səsi gəlir. Əslində bu gurultunu ifadə eləməyə çalışıb. Yanma deyil burada. Gurultuya əsasən təyin olunur. Ona görə buna guruldayıcı qaz deyilir. 8-ə baxaq. 8 nə deyir? Metalların turşularla və duzlarla reaksiya daxil olma qabiliyyətini metalların aktivlik sırasını müəyyən etmək olar. Aşağıdakı cədvələ tamamla. Deməli, xlor turşusuna sink əlavə edilir. Reaksiya gedəcək. Maqnezium xlor məhluluna dəmir lövhə daxil edilirsə, dəmir maqneziumdan zəifdir, onu çıxara bilməz, getmir. Duru sulfat turşusuna dəmir əlavə edilir, gedər. Mis 2 sulfat məhluluna sink lövhə, bəli, sink misdən qüvvətlidir, gedər. Dəmir 3 xlorid məhluluna maqnezium lövhə, bəli, maqnezium dəmirdən qüvvətlidir, çıxarar onu. Xlor turşusuna mis əlavə edilir. Bu səhvdir, mis hidrogenini çıxara bilmir oradan. Gümüş bir nitrat məhluluna mis lövhə. Bəli, gümüşdən güclüdür, çıxarar. Duru sulfat turşusuna maqnezium gedər. Mis 2 xlorid məhluluna gümüş lövhə getməz. Gümüş zəif daxil misdən. Yox, mən tərsən. Mis 2 xlorid məhluluna gümüş lövhə. Ha, gümüş misdən zəifdə getmir. Dəmir 2 sulfat məhluluna sink lövhə. Sink dəmirdən güclüdür, gedəcək. Duru sulfat turşusuna gümüş. Bu reaksiya getmir. Passivlər indi sizin öyrəndiyiniz səviyyədə deyil də, passivlər turşularla reaksiya getmir, amma duru nitrat, qatı nitrat, qatı sulfatla gedir əslində. Sonra 12-də qaldıq biz. Mis 2 nitrat məhluluna dəmir lövhə. Bəli, dəmir də misdən güclüdür, onu çıxarar. Gedir bu reaksiya. Baş verən reaksiya təhlükələrini tərtib et. Ya Allah, gəlir. Bunu axırıncı sualdır. Mən də bunu kənarda yazım. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Xlor turşusuna sink. Maqnezium, klorid, məhluluna dəmir. Duru sulfat turşusuna. Duru da yazmalıyıq bura. Dəmir. Mis 2 sulfat məhluluna. Mis sulfat məhluluna sink. Dəmir 3 xlorid məhluluna maqnezium. Klorid turşusuna mis. Gümüş bir nitrat. Mis. Bunları yazaq hələ ki, sink xlor 2, üstəgəl H2. Bu reaksiya getmir. Getmir. Bu gedir dəmir SO4, üstəgəl H2. Sink SO4, üstəgəl mis. Maqnezium xlor 2, üstəgəl dəmir. Reaksiya getmir. Burada alınacaq. Yəni 2 üstəgəl gümüş çıxarar. 8-də nə deyirdi? Duru sulfata maqnezium, H2SO4 duruya maqnezium, 9 biz xlor məhluluna gümüş lövhə. Koprum xlor 2 üstəgəl gümüş getmir bu. Buradan alınır maqnezium SO4 üstəgəl H2. Onda nə deyirdi? Dəmir 2 sulfat üzərinə sink. Alınır sink sulfat, üstəgəl dəmir. 11, 12, duru sulfat turşusuna gümüş, reaksiya getmir.
Burada duru yazmalısın sayağına. 12-də deyir mis çi nitrat, dəmir lövhə reaksiyada gedir. Belə. Bu qədər. Sağ olun, salamat qalın.